Excel-də hazırladığımız cədvəli nömrələmək üçün 1, 2 yazandan sonra biz həmin iki xananı seçirik. Aşağı sağ küncdəki nöqtədən aşağı sürüşdürməklə və yaxud sadəcə olaraq ki, həmin nöqtənin üzərinə 2 də vurmaqla biz nömrələməni yerinə yetirə bilirik. Lakin cədvəlimiz bu vəziyyətdədirsə, əgər biz bunu nömrələməkdən ötürü 1, 2 yazırıq, seçirik, artırıq, sonra burada 8, 9 yazırıq, 8, 9 yazırıq. Belə, sonra 15. Cədvəlin çox böyük ola bilər. Bu həm bezdirici olar, həm vaxt aparan olar. Ona görə də sadə bir yolunu göstərək. İlk növbədə nömrələyici xanaları seçirik. Ctrl düyməsini basıb saxlayırıq. O bir xanaları seçirik. Klaviaturada olan Ctrl və G düymələrini eyni anda vururuq. Special'a giririk. Buradan blank seçirik. OK. İndi bərabərdir. Count A funksiyasından istifadə edirik. İlk xanamız D5 xanasıdır. D5. F4 düyməsindən sabit təslim düymədən istifadə edirik. 2 nöqtə seçirik. Yenidən D5 xanasını seçirik. Mötərizəni bağlı Ctrl Enter düyməsini vururuq. Bu halda bütün xanalar avtomatik nömrələnir.